Herkese salam, mən Dəniz və bugün mənimlə vision board hazırlamağa gəlirsiniz. Açığı mən ömrümdə heç vaxt vision board eləməmişəm və hal-hazırda ilk dəfə eləyəcəm. İlk öncə vision board üçün lazımlı ləvazimatları almalıyıq. Ona görə də hal-hazırda mola gedirəm və yəqin ki bir canvas, kətan kimi bir şey alacağım ki ora şəkilləri yapışdıraq. Kley lazımdır və daha sonra universitetin kitabxanasına gedib orada şəkilləri hazırlayıb sonra çap etməliyik. Və həm də ki, hələ də şəkilləri hazırlamamışam. Hər şey alandan sonra qayıdacaq universitetin kitabxanasına və artıq orada hər şey hazırlamağa başlayacağım. Hal-hazırda yeraltı keçidləri metrodan çıxdım və bu mola daxil oluruq. Eskalatorlar işləmirmiş, ona görə indi gəldim düşdüm. Burada belə balaca kanvaslar var, amma bizə daha böyük lazım. Kanvas tipli tapa bilmədiyim üçün belə qalın vərəqlərdən götürürəm. Və indi kley. Bir dənə də kley götürdüm. Məncə başqa heç nə lazım olmamalıdır. Götürdüm və məncə artıq qayıda bilərik. Yəqin ki, bu kağız üçün bir dənə çərçivəyə ehtiyacım olacaq. Amma ki, burada yox idi, ona görə yəqin ki, artıq başqa vaxt. İndi universitetə çatdıq. Bəli dostlar, yenə eskalator. Hal-hazırda gedirəm kompüterlərin yanına. Kompüterdə işləyəcəm. Canva'da A4 vərəqi açdım. Çünki printerdən A4 formasında çap edəcəm və daha sonra şəkilləri kəsib aldığım kağıza yapışdıracağım. Dostlar, artıq təxminən yekunlaşdırdım. İnşallah ki, bəs eləyər. Gəlin sizə göstərim. Deməli, universitetin print üçün səhvə baxıyoruz və burada bizə lazım olan faylı seçirik. Fayl çox böyükmüş. Faylları yükləndim və hal-hazırda bunlar yüklənir. Sonradan gedib burada bir dənə rəngli printer tapmalıyıq. Burada biri hələ də yüklənir. Bilmirəm niyə.
oldu. Və videomuz sona çatdı. Əgər videonu bəyəndinizsə, bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun, görüşərək.